Tunç dövrü. Qeyd edim ki, paleolit, mezolit, neolit və eneolit dövrlərini digər video izahda izah etmişdik. Mis daş dövrünün, yəni eneolit dövrünün başa çatması ilə Azərbaycanda yeni dövr Tunç dövrü başladı və eneolit dövründə bu sözü də qeyd etmişdik ki, mis yumşaq metal olduğuna görə ondan hazırlanan məhsullar tez sıradan çıxırdı, ona görə daş əsas olmuşdu və misin davamlılığını artırmaq üçün sənətkarlar onun üzərində işlədilər və tərkibinə müxtəlif metallar qataraq daha bərk metal əldə etdilər. Bu da oldu yeni əldə edilən metal tunç. Azərbaycanda tunç dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından başlayıb eramızdan əvvəl 2-ci minilliyin sonlarına qədər davam edibdir. Tunç dövrü adlanmağının səbəbi də əmək alətlərinin, bəzək və məişət əşyalarının tuncdan hazırlandığıdır. Yəni biz dövrləri bölüləndə də demişdik ki, daş, tunç, dəmir əmək alətlərinin hazırlandığı materiala görədir. Tunç dövründə insanların həyatında təbii ki, mühüm dəyişikliklər baş vermişdir. Ana xaqanlığı başa çatmış, yerini ata xaqanlığına vermişdir. Çünki ağır işlər artıq artmışdır. Yeni təsərrüfat sahələri, əmlak bərabərsizliyi və sosial bərabərsizlik yaranmışdır və böyük tayfalar və tayfa ittifaqları meydana çıxmışdır. Yəni qəbiləni əvəz etmişdir. Kür-Araz mədəniyyəti Tunç dövrü bir neçə inkişaf mərhələsini keçmişdir. Erkən Tunç dövrü Kür-Araz mədəniyyəti də adlanır. Kür-Araz ovalığında formalaşmasına görədir. Eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından eramızdan əvvəl 3-cü minilliyin sonlarına qədər davam etmişdir. Yaşayış məskənləri təbii təpələr üzərində salınırdı. Müdafiə divarları ilə əhatə edilirdi. Müdafiə divarları ilə əhatə edilmişdir. İnsanların sayı artmış və bu dövrdə geniş ərazilərə yayılmışdılar. Mis daş dövründə dedik ki, evlər dairəvi və düzbucaqlı binalar şəklində tikilirdi. Eynən erkən Tunç dövründə də evlər dairəvi və düzbucaqlı tikilirdi və otağı qızdırmaq üçün, yemək hazırlamaq üçün ocaq da evin mərkəzində və yaxud da künclərində idi. İnsanların təbii ki, dini inancları bu dövrdə daha çox təkmilləşmiş və xüsusi binalar ibadət və ayinlərin icrası üçün tikilmişdir. Qazaxda Baba Dərviş, Naxçıvanda Kültəpə, Xaçmazda Sərkər təpə. Erkən Tunç dövründə birinci böyük ictimai əmək bölgüsü baş vermiş, əkinçilik və maldarlıq yeni mərhələyə keçmiş, bir-birindən ayrılmışdır. Ana xaqanlığında olan toxa əkinçiliyi, xış əkinçiliyi ilə əvəz olunmuşdur. Bu isə məhsuldarlığı artırmış, əkin sahələri genişlənmişdir, sadə suni suvarma şəbəkələri yaranmışdır. Suni suvarmanın mənası da kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün torpaqların suni sulanmasıdır. Bu dövrdə, Tunç dövründə sümükdən və ağacdan oraqlar düzəldilmiş, eyni vaxtdan tuncdan da biçin alətləri hazırlanmışdır və taxıl xüsusi quyularda və ya təsərrüfat küplərində saxlanılırdı. Bu dövrdə yeni dərsliklərə əsasən Tunç dövründə də heyvanların əhilləşdirilməsi davam etmiş, atdan da istifadə olunmuşdur. Yarım köçəri və ya yaylaq maldarlığı yaranmışdır. İnsanlar dağ ətəyi və dağlıq zonalarda məskunlaşmışdırlar. Neolit dövründən başlanan duluççuluqla bu dövrdə də, Tunç dövründə də məşğul olunmuşdur. Duluç çarxından istifadə edilirdi erkən Tunç dövründən, duluç çarxından. Bunu qarışdırmırıq. Saxsı qablarda artıq müxtəlif naxışlarla bəzəyirdilər. Biz bunu eneolit dövründə də qeyd etmişdik. Metal işləmə sənəti də inkişaf etmişdir. Keçək Orta Tunç dövrünə. Orta Tunç dövrü eramızdan əvvəl 3-cü minilliyin sonlarından başlayaraq 600 ilə yaxın davam etmişdir.
əkinçilik, maldarlıq və sənətkarlıq sürətlə inkişaf edirdi. Biz neolit dövründə bu məşğuliyyət sahələrinin inkişaf etdiyini qeyd etmişdik. Dedik, Tunc dövründən başlayaraq əmlak bərabərsizliyi və sosial bərabərsizlik yaranmışsa, artıq Orta Tunc dövründə bu daha da dərinləşir və bu dövrdə Yaxın Şərqlə, Mesopotamiya ilə mədəni əlaqələr müntəzəm xarakter alır və bu yaxınlıqdan Azərbaycanda ilkin şəhər mədəniyyəti formalaşır və onlar müdafiə divarları əhatə olunurdu. İlkin şəhər mərkəzlərindən Naxçıvanda 2-ci Kültəpə, Oğlan qala, Urmiyada Göytəpə, Qarabağda Üzərlik təpə. Bunlar da təbii ki, qədim şərqin ilkin şəhər mərkəzlərinə oxşayırdılar. Tayfa ittifaqlarında cəmləşirdi artıq Orta Tuncda insanlar. Tayfanın yaranması erkən Tuncdan başlanır, atçılıq da inkişaf etmişdi. Orta Tunc dövründə yeni təsərrüfat sahələri bağçılıq, bostançılıq, üzümçülük yaranmışdı. Biz dedik ki, suni suvarma da yaranmışdı. Həmçinin dəmiyə əkinçilik, yəni yağışın yağması ilə sulanma da var idi. Suni suvarma isə daha çox məhsul əldə etməyə kömək edirdi. Taxıl yenə bu dövrdə də saxsı küplərdə saxlanılırdı, sənətkarlığın yeni sahələri yaranırdı. Orta Tunc dövründə sənətkarlığın inkişafı sahəsində sənətkarlıq ikinci ictimai əmək bölgüsü nəticəsində artıq digər təsərrüfat sahələrindən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı. Duluçuluq bu dövrdə daha da inkişaf etmiş, saxsı qablarda yeni mərhələ başlandı. Ümumiyyətlə, Orta Tunc Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsi hesab edilir və naxışlar da bu dövrdə saxsı qablar üzərindədir. Daha çox fərqlənir. Bu dövr öz inkişafına görə boyalı qablar mədəniyyəti adlanır. Digər sənət sahələri olan toxuculuq, sümük işləmə, dəri işləmə də inkişaf etmişdir. Həmçinin toxuculuqda bu sözə diqqət edirik, sadə toxuculuq dəzgahından da istifadə olunmuşdur və Tunc dövründə mübadilə də baş vermişdir. Metallurgiya sənəti də inkişaf edirdi və metallurgiya sobaları təkmilləşir. Metal işləmədə döymə üsulu ilə yanaşı qəlib tökmə də inkişaf etmişdi və müxtəlif bəzək əşyaları qızıldan, gümüşdən, həmçinin silahlar, əmək alətləri, məişət əşyaları hazırlanmışdır. Orta Tunc dövründə əhali ovçuluq və balıqçılıqla da məşğul olurdu. Qayaüstü rəsmlərdə heyvanlar aləmi, məişət və ov səhnələrdə təsvir olunurdu. Tunc dövründən başlanan əmlak və ictimai bərabərsizlik Orta Tunc dövründə daha da dərinləşdi. Bu özünü tayfa başçıları və tayfanın nüfuzlu üzvlərin dəfn olunduğu qəbir abidələrində daha da özünü göstərirdi. Həmçinin Azərbaycan tayfaları həm Qafqazın, həm də digər bölgələrin əhalisi ilə Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqələr saxlayır, bir-birlərinə mübadilələr edirdilər. Və insanlar öz yaşayış yerlərini seçir, öz vəzifələrini müəyyən edirdilər, müxtəlif peşələr yaranır. Bütün bunların artması isə bərabərsizliyə, ictimai bərabərsizliyə səbəb olurdu. İnsanlar köçəri həyat sürürdülər, ovçuluq və yığıcılıqla məşğul olurdular. Amma sonradan sabit məntəqələr yarandı və ondan da insanlar əkinçilik və maldarlıqla məşğul olurdular. Bunun nəticəsində də toxuculuq, duluçuluq, metal işləmə meydana gəldi. Tunc dövrünün son mərhələsi Son Tunc və Erkən Dəmir dövrüdür. Bu dövrdə ibtidai icma quruluşu dağılmağa başladı, cəmiyyətdə mühüm yeniliklər baş verdi. Son Tunc dövrü və Erkən Dəmir dövrü eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısından eramızdan əvvəl 1-ci minilliyin əvvəllərinə qədər davam etmişdi. Dəmir təbii ki, Tunca nisbətən daha möhkəm metal idi. Ona görə də hazırlananlar daha keyfiyyətli idi. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində dəmir
tikililərdən geniş miqyasda istifadə olunmuşdur. Muğanda Uzuntəpədən dəmir tiyələri və tunc dəstəkləri olan qılınclar tapılmışdır. Son tunc və erkən dəmir dövründə müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. Və bu Naxçıvanda və Azərbaycanın digər qərb bölgələrində 100-dən çox siklopik tikililərə rast gəlinmişdir. Siklopik tikililərin digər adı Təpəgöz qalaları da adlanır və qədim Yunan əsatirlərində qeyri-adi gücə malik varlıqlara deyilirdi. Onların təpəsində yalnız bir göz olduğu üçün belə adlanırdı. Rəvayətə görə qədimdə böyük ölçülü daşlardan hörülmüş qalaçaları həmin sikloplar tikmişlər. Buna görə də belə qalalar siklopik tikililər adlanır. Müdafiə divarları da çəkilirdi düşməndən qorunmaq üçün. Əhali bu dövrdə də əkinçiliklə məşğul olmuşdur və yenə orakla biçilirdi. Yenə taxıl iri küplərdə və quyularda saxlanılırdı. Suni suvarma var idi. Bağçılıq, bostancılıq, üzümçülük inkişafı davam edirdi. Tunc və erkən dəmir dövründə əkinçilik, maldarlıq və sənətkarlıqla yanaşı müharibə və hərb sənəti də əsas məşğuliyyətə çevrilmişdi. İnsanlar yarımköçmə həyat tərzi keçirir, maldarlıqla məşğul olur, atdan və dəvədən istifadə edirdilər. Duluçuluq bu dövrdə inkişaf edirdi və artıq saxsı qablar istehsalında yeni bir mərhələ ayaqla hərəkətə gətirilən duluç çarxı son tunc dövründədir. Duluç çarxından istifadə digər dövrlərdə, amma ayaqla hərəkətə gətirilən duluç çarxını biz diqqət edirik son tunc və erkən dəmir dövründə. Təbii ki, naxışlar vurulurdu, mübadilə güclənirdi. Ona görə də tayfa başçılarının hakimiyyəti qüvvətlənirdi. Dini və hərbi rəhbərlik onların əlində cəmləşirdi. Bu, onların şərəfinə məzarlarının üzərində kurqanlar ucaldılırdı. Onların arvadlarını və qulluqçularını onlarla birlikdə dəfn edirdilər. Bu dövrdə səma cisimlərinə, suya, meşəyə, ayrı-ayrı heyvanlara sitayiş edirdi və Azərbaycan, Yaxın Şərqin və Qafqazın mədəniyyət mərkəzləri ilə əlaqə saxlayırdı. İbtidai icma quruluşunun dağılması bu dövrdə dedik ki, bərabərsizlik, əmlak bərabərsizliyi və sosial bərabərsizlik yüksək həddə çatdı. Yeni tayfa ittifaqları yarandı. Nüfuzlu tayfa başçıları rəhbərlik edirdi bu ittifaqlara. Müharibələr dedik artmışdı. Qənimətlər çoxu başçıya və ağsaqqallara çatırdı. Təbəqələşmə gedirdi və ayrı-ayrı ailələrin əlində cəmləşirdi. Bu da yeni təsərrüfat sahələrinin yaranmasına, inkişafı, işçi qüvvəsi tələb edirdi. Və bunların hamısı müharibələrin artmasına, əsir düşənlərin qul halına salınmasına gətirib çıxarırdı. Və onlar da öz qüdrətlərini göstərmək üçün kurqanlar ucaldırdılar. Və gəlirik bu dövrdəki olan kurqanlara Qarabağda Xocalı, Oğuzda Kərimli. Bu da kurqanlar əsasən Azərbaycan ərazisində mülki bərabərsizliyin dərinləşməsindən, ibtidai icma cəmiyyətinin dağılmasından xəbər verir. İbtidai icma quruluşunun dağılmasının bu səbəbləri var. Qeyd etdiyimizi ümumiləşdirək. Əmlak bərabərsizliyinin daha da dərinləşməsi, sosial bərabərsizliyin dərinləşməsi, cəmiyyətin yoxsul və varlılara bölünməsi, böyük tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmləşməsi, var dövlətin əsasən fərdi ailələrdə toplanması. Bununla ibtidai icma quruluşu başa çatdı.